Salam aleykum. Deməli alken, karbon N, H2N üstə gələk 3N böl 2 oksigen, N CO2, N su. İndi burada deyil suyu nəzərə alma. Nəzərə almırıq. İndi fikir verin. Burada yazıb, bu da ki, bunda yaxşı, bu 3N böl 2 var. Bunda 1,5N yazaq. İndi fikir verin. Deyir, eyni mol miqdarda götürülmüş qaz halında alken və oksigen. Bunun qabağında 1,5N'dir. Bunun qabağında 1'dir. Yəni bu 1,5N sərf olur. Bu 1 sərf olur. Bu 1 sərf olur. Baxın. Bu 1,5N sərf olur. Düzdürmü? Deyir, eyni mol götürgünə və maddədən biri tam sərf olunsun. Belə bir qayda var da. Bu 1,5N sərf olunur, bu 1 sərf olunur. Tam sərf olunur deyəndə bunlardan biri, bunların qarşısında hansına rəqəm böyütsə, onu bunlar üçün eyni mol götür. Bunda 1,5N götürürəm. Bunda 1,5N götürürəm. Bir daha təkrar edirəm. Alken əmsallaşmaya görə 1'dir. Oksigen 1,5N'dir. İndi bu da yazıb ki, bunlar eyni moldur və bunlardan biri tam sərf olur. Onda belə olanda, bu tam sərf olur deyəndə, bunların qabağında hansını rəqəm böyütürsə, onu biz hər ikisi üçün eyni götürürük. Çünki bu 1,5N'dir və qarşısındakı qədər sərf olanda bundan qalmayacaq, 0 qalacaq. Bu da 1,5N idi alken. Qarşısındakı qədər sərf oldu, bu qədər qaldı. Və bu 1,5N sərf olunanda qarşısındakı qədər CO2 nə qədər alınıb? N alınıb da, yəni aydındır. Çünki bu 1,5N alınanda bu 1 sərf olur. Qalır 1,5N çıx 1. Bu 1,5N sərf olunanda bu da N mol alınır. CO2 də N alındı. Bunların cəmi elədi 2,5N minus 1. Deməli, son qarışıq 2,5N minus 1'dir. Hansı ki, bu qarışıq ilkin qarışığın, yəni 3N'in 75%, yəni ki 3 böl 4'ün təşkil edir. Buradan da deməli 3 dəfə 3 9N bərabərdir. Buradan deməli biz 2,5N'i 4'ə vuranda bu eləyir 10N minus 4. 4 də buradan bərabərdir N'ə. Biz tapdıq ki, alkende 4 karbon var. Yəni bu yəni butende də, yəni belə deyək, buten 1, buten 2, yəni ki 4 karbonu var bunun.